Qardaş deyir ki, valideyni ondan dindən hər hansısa bir şeyin, ona əmr olunan və vacib olan bir şeyin tərk etməsini istəyir. Və ona şərt qoyur ki, sən əgər bunu tərk etsən, o zaman mən də namaz qılacam. Bu şərtin müqabilində dindən mənə vacib olan bir şeyi tərk edə bilərəmmi? Qardaşlarım, insanın üzərinə vacib olan Allah Əzzə və Cəlləyə itaət və ibadət eləməsidir. Bizə qardaşlar, Allah Əzzə və Cəllə səni sən olaraq yaratmış və sənə əmrlər vermiş və sənə qadağalar qoymuşdur. Hansı ki, səni səndən soruşacaq. Hansı ki, səni səndən soruşacaq, hansı ki, sənə əmr olunanların necə yerinə yetirilib və onlarda hansı səhlənkarlıq etdiyini səndən soruşacaq, qardaşlar. Və qayda vardır ki, Allaha qarşı asilikdə məxluqa itaət yoxdur. Allaha qarşı asilikdə məxluqa itaət yoxdur. Qardaşlarım, bu məsələ belədir ki, insandan dini tərk olunmaq tələb edilirsə və onun müqabilində həmin kəs də nə isə edəcəyini deyirsə, həmin kəslərə uymasın. Kim olursa olsun, istər bu atası olsun, istər bu anası olsun, istər yaxınlarından hər hansısa bir kəs olursa olsun, onlara itaət eləmə, qardaşlar. Onlara itaət etmə, qardaşım. Çünki dinindən sən bir şey verdinmi, ilməyin ucunu verdinmi, sənin dinini səndən ilmə söküb alacaqlar. Əslində sən, qardaşım, Allah Əzzə və Cəllə itaət və ibadət etməklə, itaəti artırmaqla, ibadəti artırmaqla, doğruları etməyi artırmaqla Allaha dua edib yalvarmalısan. Onu həmin sənə bu şərti qoyanı haqqı göstərməsini və haqqı bildirməsini, haqqı çatdırmasını dua etməlisən. Sən sadəcə dəvət edənsən, qardaşım. Kiməsə görə Allahın dini tərk olunmaz. Kiməsə görə Allahın dinindən olan hər hansısa bir vacib əməl tərk olunmaz, qardaşlar. Qiyamət günü kimsə kimsənin yükünü daşımayacaq. Qiyamət günü kimsə kimsənin xatasını qaldırmayacaq. Hər bir kəsə etdiyi əməlin savabı, hər bir kəsə etdiyi günahın cəzası və azabı olacaqdır. Onun üçün, qardaşlarım, Allah Əzzə və Cəllə qiyamətin şiddətini bəyan edib bildirdiyi zaman bildirir ki, o gün kişi öz qardaşından qaçacaq. Atasından və anasından qaçacaq. Arvadından və uşaqlarından qaçacaq. Onların həmin gün hər birini məşğul edəcək işləri olacaqdır. Qardaşım, bu gün bu atadır, bu anadır, bu arvaddır, bu övladdır deyə dini tərk etmə. Çünki həmin gün kimsə sənə yaxın durmayacaqdır. Qiyamətin şiddəti qalxdığı zaman, qiyamət qopduğu zaman, insanlar məhşərə gətirildiyi zaman, hər bir kəs Allahın qabağına tək olaraq gətiriləcək. Kulluhum atihi yawmal qiyamati farda. Onların hər biri Allahın qarşısına fərd və tək olaraq gətiriləcəkdir. Birinin günahını digəri daşımayacaqdır. Əslində, sən Allaha günah etməklə Allahın səni xeyirlərə müvəffəq edəcəyini mi zənn edirsən? Allaha qarşı gəlməkdə, ona qarşı üsyan etməkdə, günahları etməkdə xeyirlər olmaz. Bununla bərəkətlər gəlməz. Bununla insan müvəffəq olmaz, qardaşım. Onun üçün sən dinində möhkəm ol. Sən Allah Əzzə və Cəllədən qəlbləri yönəltməsini və döndərməsini istə. Çünki, qardaşlarım, qəlblər Allahın əlindədir. İstədiyi kimi onları çevirər. Onun üçün qəlb adlanıb ki, o çevrilir və dönür. Aydındırmı? Sən ud'u ilə səbili rabbikə bil hikmə. Rəbbinin yoluna hikmətlə çağır. Hikmətlə dəvət et. Qardaşım, əgər bugün biri, sən kimi ki dəvət edirsən İslama, sənə bir şərtin müqabilində, dinini tərk etməyin müqabilində bir şey edəcəyini deyirsə və o səndə tərki görəcəksə, sənin bu işdə ciddi olmayacağını görəcək, qardaşım.
Əgər sən bu işdə ciddi deyilsənsə və o sənə söyləsə ki, bir mənim sözümün müqabilində Allahın dininə, çağırdığım bu dinə, məni qorxuzduğun Allahın bu dininə, sən onu həmən bir göz qırpımında, bir çırpıda tərk etdin. Sənin bu dinə ehtimamın budurmu? Çağırdığın budurmu? Əgər sən bir şeyin müqabilində dini tərk edəcəksənsə, həmin insan sənin dəvət etdiyinə yaxınlaşarmı? Gələrmi? Yönələrmi? Gəlməz qardaşım, yönəlməz qardaşım, dinləməz qardaşım. Onun üçün sən əslən dində özünü Allahın dininə tam ibadət və itaat edən kimi göstərməlisən. Bu tək görkü üçün yox qardaşım, riya üçün yox. Həqiqətən əməl etməlisən. Həqiqətən əməl etməlisən. Doğru danışmalısan. Allah işlərini düzəldər. Doğruya yönəldər. Allah istədiyinə hidayət verər qardaşım. Allah istədiyinə hidayət verər. Kiminsə halı üçün, əhvalı üçün Allahın dini tərk olunmaz. Allah daha gözəl bilir.